Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün çox faydalı, çox xeyirli bitkilərdən, çöl, çəmən göylərindən ləzzətli bir qutab hazırlayacağam. Bakılılar qutab deyir, biz rayonlar isə kətə deyirik. Yəni kətə hazırlayacağam. Sizlər də belə ləzzətli, belə gözəl kətə hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək bu ləzzətli qutabın, yəni kətənin hazırlanma qaydasına. Əvvəlcə qutabımızın, yəni kətəmizin xəmirini hazırlayaq. Xəmir xörəkləri hazırlayarkən mütləq unu ələkdən keçirin. Onda un hava ilə qarışır və sizin hazırladığınız xəmir çox yumşaq və gözəl alınır. Unu ələdikdən sonra üzərinə quru maya, duz əlavə edirəm və ilıq su töküb xəmir yoğururam. Xəmirimiz nə bərk olmalı deyil, nə də boş olmalı deyil. Yəni türklər demişkən qulaq məməsi yumşaqlığında gözəl bir xəmir yoğurmalıyıq. Artıq xəmiri yoğurmuşam, hazırdır. Xəmirimizi biraz dincəlmək üçün üzərini əvvəlcə salafan klokla belə 4 qatlayırıq. Sonra üzərinə qurumaması üçün salafan klok və təmiz bir çay dəsmalı qoyub kənara qoyuruq. Kətəni hazırlayacağımız göyərtilərin hamısını axar suyun altında tərtəmiz suyu çıxana qədər yuyuram. Ən gözəl o olar ki, əgər kətənin göyünü bir gün əvvəldən yuyub, daha sonra belə mətbəx süfrəsinin üzərinə sərib qurutsanız, sizin hazırladığınız kətə daha gözəl olacaqdır. Bunlar da göyərtilərdir. Baxın, bu qazayığıdır, əvvəlki gicitgən idi. Bunlar hamısı çöl göyüdür. Bu isə cincilimdir. Yox, çöl kişnişidir. Bu quşəhbəyimdir. Quşəhbəyimdir. Çox ləzzətli göylərdir. Yəni tanımayanlar, yəni həyətində, çöldə, bacada, harda rast gəlsələr, dərib bunlardan. Bu isə qoyun qulağıdır. Yəni dərib bu bitkilərdən kətə bişirə bilər. Hamısı xeyirli, faydalı bitkilərdir. Bu isə əvəlikdir. Əvəlik çox gözəl supu da, şorbası da olur əvəliyin. Tanıyanlar bilir. Bu qırpbuğumdur. Bəzi bölgə yol otu da deyir, ancaq biz qırpbuğum deyirik. Bu isə cincilimdir. Hamı tanıyır yəqin ki bunu da. Doğuya da vuranda, kətiyə də vuranda çox ləzzətli olur. Bu quzqulağıdır. Bəzi bölgə turşəng deyir, ancaq biz quzqulağı deyirik. Meşə quzqulağıdır. Çox gözəl turş olur, həm də çox faydalı bir bitkidir. Bu isə yarpızdır. Yarpızdır bu da. Bu da çox faydalı. Yəni yarpızı çox vurmaq lazım deyil. Azacıq belə dadı çıxsın deyin. Biraz da suyun kənarında bitən belə bir yarpız yığdıq. Çayın kənarından. Bu da yarpızdır. Yəni bizim yığdığımız göyərtilər bunlardır. Bəlkə də bundan başqa tanımadığımız, bilmədiyimiz göyərtilər var. Yəni bunun içərisində yoxdur. Onlar haqqında da nə vaxtsa yenə dərib hazırlasam, video hazırlayıb paylaşacağam. Göyləri əvvəlcədən yumuşam, yəni bir gün əvvəl yuyub qoyuram ki, tam suyu çəkilənə qədər qurusun. Onda hazırladığımız kətənin, yəni göy kətənin arasına qoyanda xəmirimiz cırılmaz, gözəl şəkildə alınır. Göyləri axşamdan yuyub sərdiyimiz üçün göy tam quruyub hazırdır. Onu çox da xırda olmamaq şərti ilə doğrayıram. Xəmirimiz də hazırdır. İndi isə kündə hazırlayırıq. Siz kündəni sizin hazırladığınız, yəni bişirdiyiniz sacın ölçüsünə görə tuta bilərsiniz. Mənim sacım böyük olduğu üçün mən ona görə kündəni biraz böyük tuturam. Siz əgər bunu qazın üzərində tavada bişirəcəksinizsə, yəni tavanın ölçüsünə görə kündə tuta bilərsiniz. Kündələri hazırlayırıq və sonra salafan klokların içərisinə yığırıq ki, bizim hazırladığımız kündələr qurumasın. İndi isə kətəmizin, yəni xəmirini yayıb hazırlayırıq.
Kətənin xəmiri nə nazik olmalı deyil, nə də qalın. Kündənin üzərinə tez-tez un əlavə edirik ki, kündəmiz oxluya yapışmasın. Kündənin yayılma şəklindən də görürsünüz ki, necə gözəl şəkildə xəmir əldə etmişik. Artıq qutabın xəmirini yaymışıq, hazırdır. Yenə də qeyd edirəm, nə nazik olmalı deyil, nə də qalın. Üzərinə doğradığımız göyərtidən bol qoyuruq. Yəni, bizim kətənin belə kətə adlanmasının bir səbəbi də həm böyük ölçüdə, həm də içində göyün bol olmağıdır. Və göydən qoyuruq. Arzu edən kənarda göyü balaca bir qabda duzunu qarışdırıb da tökə bilər. Ancaq biz göyü qoyduqdan sonra üzərinə duz səpirik. Belə etdikdə göy sulanmır. Yəni sulanıb əgər biz ləyəndə hamısını birdən göyü duzlasaq, bizim kətəmiz, göylərimiz sulanacaq və hazırladığımız kətələr, yəni xəmirin içərisinə göyərtini qoyduqdan sonra kətələrin xəmiri su dəydikcə cırılacaqdır. Ona görə ən gözəl üsulu budur. Xəmirin arasına göyərti qoyduqdan sonra üzərinə duz gəzdirmək lazımdır və ikinci qatını da bu şəkildə üzərinə gətirib, kim necə istəyirsə, yəni kətənin o cürdə qapada bilər. Yəni uc hissəsini bağlaya bilər. Biz bu dəfə bu şəkildə hazırladıq. Hazırladığımız kətəni isitdiyimiz elektrik sacının üzərinə qoyub bişiririk. Bu elektrik sacı da çox gözəl bir əşyadır. Yəni xanımlarımızın işini yüngülləşdirən gözəl bir alətdir. Siz istədiyiniz şəkildə yenə qeyd edirəm, kim nə də istəsə hazırlaya bilər. Amma bir onu qeyd edim ki, çöl göyləri ilə hazırlanan kətənin dadı, ləzzəti bir başqadır. Qalan xəmirləri də eyni qaydada yayırıq, üzərinə göyərti qoyub, duz səpib və ağzını belə qapadıb, sacın üzərinə qoyub bişiririk. Sonda çox gözəl, çox ləzzətli kətələr əldə edirik. Yəqin ki, deyəcəksiniz ki, bu qədər kətəni neynədiniz? Çünki bu kətəni mən hazırlayarkən əmi qızlarını da çağırmışdım. Onlarla bərabər hazırladıq və birlikdə də yedik. Kətəni arzu edən ya kərə yağı ilə, ya çiyə ilə, yəni smetanla, ya da qatıqla yeyə bilər. Biz kərə yağı ilə yeməyi çox sevirik. Yəni bol yağlı olanda kətə daha ləzzətli, daha dadlı olur. Sizlər də hazırlayın, dadın. Əgər videomu sona qədər izləsəniz, mənim kimi gözəl, məndən də gözəl kətə hazırlayıb dadacaqsınız. Sonda əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın.